Maliyyə Nazirliyinin yeni yaradılan Şərqi Zəngəzur Regional Maliyyə İdarəsinə rəis təyin olunub. Doğru Xəbər Azərbaycan bildirir ki, bununla bağlı nazir Sahil Babayev müvafiq əmr imzalayıb. Əmrə əsasən bu vəzifəyə Nurlan Qələndəroğlu Mülkədarov təyinat alıb. Qeyd edək ki, bu ilin may ayında rayon, şəhər üzrə maliyyə idarələri, şöbələri ləğv edilərək onların bazasında Maliyyə Nazirliyinin Abşeron, Xızı, Dağlıq Şirvan, Gəncə, Daşkəsən, Qarabağ, Qazax, Tovuz, Quba, Xaçmaz, Lənkəran, Astara, Mərkəz Aran, Mil, Muğan, Şəki, Zaqatala, Şərqi Zəngəzur və Şirvan Salyan regional idarələri yaradılıb. Nəsimi rayon icra hakimiyyətində isə kadr dəyişikliyi olub. Bununla bağlı yeni icra başçısı Elxan İbrahimov əmr imzalayıb. Əmrə əsasən icra başçısının müavini Ramiz Quliyev vəzifəsindən azad edilib. Qeyd edək ki, Ramiz Quliyev 4 ildir bu vəzifədə işləyirdi. Daha əvvəl Ramiz Quliyev Şəhər Salma və Arxitektura Komitəsində regionlarla iş şöbəsində şöbə müdiri vəzifəsində işləyibdi.